Herkese salam. Deməli, bugün qısa bir şəkildə artıq həm 9 həm də 11-ci siniflərə düşəcək reading işləmə qaydasına baxdıq. Yəni mətni tam oxumadan da işləmək mümkündür. Məhz ilk hissədə biz Abraham Lincoln adını görürük. Demək olar ki, 3 abzasdan ibarətdir mətnimiz və hər 3 abzasdan adını görürük. Mətnin onun haqqında olduğunu anlayırıq. Biz bilirik ki, mətndə bir əsas, bir neçə isə yardımçı, köməkçi ideya olur və biz mətnin əsasən nədən bəhs etdiyini tapmalıyıq. Burada isə qeyd olunur ki, Abraham Lincoln ABŞ-nin ən hündür prezidenti idi. O, Amerikanın çətin, gərgin vaxtlarında ölkəyə rəhbərlik etməsi ilə məşğul idi və ölkəni güclü və birləşmiş halda saxlaya bilmişdi. O həmçinin siyasətçi idi. Burada deməli növbəti abzasla da qeyd olunur. Gəlin bir dənə baxaq. Became a politician. Yəni o siyasətçi də oldu həmçinin. Buna görə bizim birinci sualda mətn əsasən nədən danışır? Sualına cavabımız məhz C variantı olacaq. Yəni məşhur lider və siyasətçi. İkinci sualda isə cümləni mətnə görə tamamlamağımız tələb olunur. Lincoln siyasətçi oldu. Elə az əvvəlki cümləyə baxsaq, o hüquq oxudu, hüquqşünas kimi işləməyə başladı. Sonra da isə quldarlığa qarşı gələn siyasətçi oldu. Yəni hüquq oxuduqdan sonra hüquqşünas kimi işlədi və ondan sonra siyasətçi oldu. C variantı. Nə üçün? Put an end sona çatdırmaq, to end də deyə bilərik, to finish də deyə bilərik. Yəni quldarlığı niyə sona çatdırmaq, niyə bunu tamamlamaq, buna son qoymaq istədi? Nə üçün istədi? Gəlin baxaq deməli. He wanted to put an end to slavery for the development of the country, but the Southern states didn't agree with him. Heç vergüldən sonraya baxmıram, vergülə qədərki hissə deyir ki, inkişaf üçün. Elə A variantında yazılıbdır ki, burada sadəcə bu hissə artıqdır. Bu da mətnin məzmununda öz əksini tapır da, Şimal və Cənubi Amerika iki hissəyə bölünmüşdü. O ikisini birləşdirməklə quldarlığa son qoymaq istədi ölkənin inkişafı üçün. Dördüncü suala baxırıq ki, yanlışı istəyir bizdən. Biraz çaşdırıcıdır. A variantında gördük ki, müharibə 4 il davam etdi. Bəli, burada 4 il var. A doğrudur. B variantında deyir ki, teatrda səhnə zamanı tamaşada ifa edərkən öldürüldü. Bəli, tamamilə doğrudur. Güllələndi yəni 1865-ci il Ford teatrında Vaşinqtonda. Burada sadəcə yazır ki, növbəti gün öldü. Amma artıq güllələndə öldürülmüşdü də o. Çünki killed kimsə tərəfindən öldürülməkdir. Yəni B variantı düzdür. C-də isə biz fikir verməliyik cümlənin tam məğzinə. Abraham Lincoln was proud of the changes that he made in the Southern states. Cənub ştatlarında etmiş olduğu dəyişikliklərlə qürur duyurdu, fəxr edirdi. Lakin bu insan cənubda dəyişiklik edə bilmədi. Baxın, Cənub ştatı onunla razılaşmadı. Şimaldan ordu topladı. Cənuba qarşı against mübarizə apardı. Və nəhayət deyir ki, istədi, wanted. Amma görə bilmədi bunu. Yəni cənubda dəyişiklik görə bilmədi. Orada hələ də quldarlıq davam etdi. Elə C yanlışdır. D-də bəli Şimal ştatına kömək edib qələbə qazanmaqda. Çünki orada ordu toplamışdı. And army from the northern states. Bir də az təhsil olmasına baxmayaraq, o uğurlu bir rəhbər lider idi. 5-cidə deyir ki, düzgünü seçin. Burada biz iki cavab seçməliyik. Shortest ən balaca boy, ən qısadır, amma tallest ən hündür boydur. Bir səhvdir. 2. Amerika çətin vaxt yaşayan prezident idi. Bəli, burada da öz əksini tapır. 3-də couldn't keep, yəni qoruyub saxlaya bilmədi Amerikanı, amma was able to keep. Bəli, bu da səhvdir. Bir də özünü təhsil onu öyrənməyə çox kömək etdi. Bəli, he improved himself by self-studying. Özünü inkişaf etdirdi. Daha çox faydalı videolar üçün kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşəndək sağ olun.